Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, 7 həlak edici günahdan çəkinin. Onlardan birincisi deyir, Allaha şərik qoşmaq, ikincisi sehr və yaxud da sehr eləmək. Yəni, sehr eləmək insan öldürməkdən və yaxud da qətildən daha böyük günahdır. Çünki sehr eləmək küfürdür. Necə ki, şeyx burada başlayanda risaləsində deyir ki, sehirbazlıqla məşğul olan birinin küfr eləməsi labüddür. Yəni, bir kəs sehirbaz olmaq istəyirsə, onun küfr eləməsi, kafir olması labüddür. Yəni, labüddür ki, o küfr eləsin ki, sehirbaz olsun. Yoxsa o dərəcəyə çata bilməz. Şeytanın da insana sehri öyrətməkdən məqsədi, niyyəti onu küfrə, şirkə salmaqdır. Yəni, bilirik ki, məsələn, şeytan insanı günahlara təhrik eləyir, düzdür. Ancaq şeytanın insanı günahlara təhrik eləməsində məqsədi onu o günah üzərində saxlamaq deyil və yaxud da günahlar üzərində saxlamaq deyil. Şeytanın bir qayəsi var ki, insanı şirk eləyənə, küfr eləyənə qədər gətirsin və dünyadan kafir olaraq köçməsinə səbəb olsun. Yəni, bir insanın nə qədər böyük günahda olursa olsun, iman üzrə dünyadan köçürsə, yəni bu şeytan üçün missiyasını tamamlamış sayılmır. Şeytanın missiyası odur ki, yəni Adəm övladı kafir olaraq dünyadan köçsün. Çünki kafir olaraq dünyadan köçən bir kəs cəhənnəmdə əbədi qalır. Ancaq ki, insan nə günah sahibi olur olsun və yaxud da bütün günahları özündə cəm eləsə belə, tövhid əhlidirsə, dünyadan iman üzərə köçübsə, müsəlmandırsa, o cəhənnəmdə uzun müddət qalsa belə yenə sonda cənnətə gələcək. Və şeytanın da insanı günahlara salmasından əsas məqsədi onu küfrə qədər aparmaqdır. Çünki insan, yəni iman əhli olan biri küfrə birbaşa getmir. Yəni o addım-addım gedir. Pillə-pillə gedir. Necə ki, Huzeyfə bin Yəmən radiyallahu anhudan soruşurlar ki, Bəni İsrail dinlərini bir gündə mi tərk elədi? Yəni bir gündə mi kafir oldular? Halbuki Bəni İsrailə çoxlu peyğəmbərlər gəlmişdi. Onlar da iman gətirmişlər peyğəmbərə və Huzeyfə radiyallahu anhudan soruşanda ki, Bəni İsrail bir gündə mi kafir oldu? Huzeyfə radiyallahu anhu deyir ki, xeyr deyir. Onlar deyir, Allahın əmirlərinə qarşı gəldilər və qadağalarını da elədilər və bu cürdə iman onlardan çıxdı. Necə ki, köynək bədəndən çıxır. Və eləcə də insan, yəni bir iman əhli küfrə doğru gedəndə artıq şeytan onu bir günahdan o biri günaha, o günahdan o birinə, ondan daha böyüyünə, ondan daha böyüyünə gətirir. Artıq günahlar insanın gözündə kiçilir, balacalaşır, cılızdaşır. O hala gəlir ki, artıq yəni küfrə qədər gedib çıxır, yəni Allah qorusun. Yəni bu cürdə yəni bir çoxlarımızda bu halları görmüşük.